Fransanın yeni vətəndaşlıq imtahanı. Bu sadece bir test değil, ölkədə yaşamak isteyen milyonlarla insanın taleyini həll edəcək bir məsələdir. Gəlin görək bu nə deməkdir? Bəli, 2026-cı ildən etibarən demək olar ki, hər şey dəyişir. Əgər siz Fransada uzun müddət qalmağı planlaşdırırsınızsa, qarşınıza yeni və açığı xeyli çətin bir sınaq çıxacaq. Bütün bunların kökü 2024-cü ilin yanvarında qəbul edilmiş o yeni immiqrasiya qanununa gedib çıxır. Hökumət deyir ki, məqsədimiz ölkədə uzun müddətli yaşamaq istəyən hər kəsin respublika dəyərlərini mənimsəməsini təmin etməkdir. Yəni, bir növ sadiqlik testi. Yaxşı, bəs bu səsküylü examen civic nədir əslində? Yəni, testdən namizədlərin nə gözləyir? Gəlin biraz daha dərinə gedək. Deməli, format kifayət qədər ciddidir. Təsəvvür edin, cəmi 45 dəqiqəniz var və 40 suala cavab verməlisiniz. Və keçmək üçün 80% düzgün cavab tələb olunur. Yəni, səhv etmək lüksünüz demək olar ki, yoxdur. Üstəlik, ən pisi odur ki, kəsilsəniz, hər yeni cəhd üçün pulu öz cibinizdən ödəməli olacaqsınız. Və sualların mövzularına baxanda mənzərə daha da aydınlaşır. Fikir verin, sualların yardan çoxu birbaşa Respublikanın prinsipləri, dəyərləri, hüquq və vəzifələr haqqındadır. Bu da bizə göstərir ki, söhbət sadəcə tarixi-coğrafi biliklərdən getmir. Məsələ daha çox ideoloji bir sınağa bənzəyir. Gəlin bir nümunəyə baxaq ki, təsəvvürümüz yaransın. Məsələn, sizdən soruşa bilərlər, Fransa Respublikasının devizi nədir? Yəqin ki, çoxunuz cavabı bilirsiniz. Azadlıq, bərabərlik, qardaşlıq. Əla. Amma aldanmayın, bütün suallar bu qədər sadə olmayacaq. Çünki işin çətin tərəfi bundan sonra başlayır. Təsəvvür edin sizdən konstitusiyanın neçə maddədən ibarət olduğunu ya da Avropa parlamentindəki fransız deputatların dəqiq sayını bilməyiniz tələb olunur. Hətta böyük çayların adları. Açığı, bu artıq gündəlik həyat üçün lazım olan bilikdən çıxıb tam bir akademik imtahana çevrilir. Dayanın, hələ bitmədi. Məsələ təkcə bu vətəndaşlıq testi ilə yekunlaşmır. Dil tələbləri də ciddi şəkildə artırılır. Baxın, burada vəziyyət həqiqətən də dəyişir. Məsələn, vətəndaşlıq üçün əvvəllər B1, yəni orta səviyyə kifayət idisə, indi B2 tələb olunur. Bu, gündəlik danışıqdan akademik müzakirələrə keçid deməkdir. Böyük fərqdir, həqiqətən. Bunu bir perspektivə qoyaq. Vətəndaş olmaq üçün sizdən tələb olunan fransızca səviyyəsi, indi birbaşa Fransa universitetlərindən birinə daxil olmaq üçün tələb olunan səviyyə ilə eynidir. Yəni, sizdən demək olar ki, akademik səviyyədə dil biliyi gözlənilir. Və təbii ki, bütün bu sərtləşdirmələr böyük bir mübahisəyə səbəb olub. Xüsusilə də yardım təşkilatları həyəcan təbili çalır. Beləliklə, qarşımızda iki fərqli baxış var. Hökumət deyir ki, bu inteqrasiyanı gücləndirmək, respublika dəyərlərinə bağlılığı artırmaq üçün bir alətdir. Amma tənqidçilər tam əksini düşünür. Onlara görə bu inteqrasiya deyil, seçmədir. Yəni, insanları ayırt etmək üçün qurulmuş bir maneədir. Tənqidin əsasını bəlkə də ən yaxşı Secours Catholique'dən Hélène Secakatonun bu sözləri ifadə edir. On demande aux étrangers d'avoir un niveau supérieur à celui de nombreux Français. Tərcüməsi belədir. Biz əcnəbilərdən elə bir səviyyə tələb edirik ki, bir çox fransızın özü belə o səviyyədə deyil. Bu çox güclü bir iddiamdır. Yəni, tənqidçilər deyir ki, bu test reallıqdan tamamilə qopub. O, sənin yaxşı qonşu olub-olmadığını, cəmiyyətə töhfə verib-vermədiyini ölçmür. Səndən sadəcə mürəkkəb, abstrakt anlayışları bilməyini, əzbərçilik tələb edir. Praktiki inteqrasiya isə, məsələn, könüllülük və ya icma fəaliyyəti kimi məsələlər tamamilə göz ardı edilir. Yaxşı, gəldik ən vacib suala. Bəs bu imtahandan kəsilənlər nə olacaq? Onları hansı aqibət gözləyir? Və burada məsələ həqiqətən də çox ciddiləşir. Məsələ burasındadır ki, mövcud qaydalara görə siz müvəqqəti, yəni bir illik yaşayış icazəsini ancaq 3 dəfə yeniləyə bilərsiniz. Bundan sonra isə sizdən artıq uzun müddətli kart almağınız tələb olunur. O kart almaq üçünsə, bəli, bu yeni imtahanı verməlisiniz. Bu da bizi o kritik suala qaytarır. Yaxşı, bəs uzun müddətli kart almaq üçün imtahanı verə bilməyəndə nə baş verir? Və ən böyük qorxu, ən böyük narahatlıq da məhz budur. Təsəvvür edin, bir insan illərdir Fransadadır, işləyir, vergisini ödəyir, uşaqları məktəbə gedir, yəni cəmiyyətin tam bir parçasıdır. Amma sırf bu akademik imtahanı keçə bilmədiyi üçün sənədlərini yeniləyə bilmir və bir anda qeyri-qanuni vəziyyətə düşür. Sonda isə ortada bu fundamental sual qalır. Bu yeni test həqiqətən də inteqrasiyanı təmin etmək üçün zəruri bir addımdır. Yoxsa Fransada özlərinə sabit bir həyat qurmuş insanları qeyri-müəyyənliyə itələyən ədalətsiz bir sədddir. Bəlkə də bu test təkcə əcnəbilər üçün deyil, elə Fransanın öz dəyərləri üçün də bir sınaqdır.